Bilirdiniz ki bu butulkadan bu kurtqanı düzəldirlər. Baxın, mən bu hadisənin təqribən 1 il öncə fərqinə varanda şoka düşmüşdüm. Necə ola bilər ki, bu cür butulkadan yaxud da plastik məhsullardan insanlar alt geyimlərindən tutun da kurtqalarına qədər, qışlıq geyimlərə qədər düzəldirlər. Üstəgəl də bunu məşhur mağazalar o qədər belə pəhpəhlə həm yüksək qiymətə satırlar, həm də ki etiketlərə iri-iri yazırlar ki, bu məhsul geri dönüşdürülmüş şeylərdən hazırlanmışdır. Nə bilim 90% geri dönüşmüş, 100% geri dönüşdürülmüş. Yəni ki, bildiyiniz kimsə haçansa sokdu, sudu içib butulkanı atır və o butulkalar yığılır. O qədər xırda bir emal prosesindən keçir ki, nəticədə nazik ip kimi olur, amma təbii ki, tərkibi plastikdir və bu plastik nazik iplərdən müxtəlif geyim vasitələri hazırlanır. Əgər fikir vermisinizsə, geyimlərin etiketlərində görə bilərsiniz. Poliester, sonra akril, naylon, elastan, polipropilen, adını bəlkə də düzgün tələffüz edə bilmədim. Yəni necə məhsullar, necə maddələr yazılır ki, hamısının müxtəlif geyim vasitələrinin tərkibindədir və tərkibi sadəcə plastikdir. İraq olsun, kimin sözünə balaca kimi od düşsə, indiki vaxtda bütün paltarı yanacaq və dərisinin üstünə yapışacaq. Gəlin bu videoda bu tip geyim vasitələrinin insan bədəninə nə dərəcədə böyük zərər vurduğunun daha aydın araşdıraq. Belə ki, ilk öncə geyim vasitəmizin ən çox təmas etdiyi yer dəridir və dəri zərərlərindən başlayaq. Məlum məsələdir ki, plastikdən düzəldiliyi üçün bu maddələr təbii ki, havanı yaxşı şəkildə keçirtməyəcəklər və nəticədə dərinin həm təri, bədəndən uzaqlaşdırma funksiyası, həmçinin də bakteriya tərkibi dəyişəcəyindən bu həm dəridə müxtəlif allergik proseslərin yaranmasına, həm tər vəzlərinin, həm də ki, müxtəlif intim problemlərinin yaranmasına gətirib çıxaracaq nəticədə və dəridə yaranan yaraların yaranmasına, bu yaraların isə gec sağalmasına qədər gətirib çıxara bilər. Təbii ki, bununla bitmir. Bu maddələri, yəni dəriyə keçən bu plastik hissəcikləri ümumi olaraq mikroplastik adlandıra bilərik. Yəni kiçik plastik maddələr və bunlar dəri vasitəsilə qana keçirlər. Qana keçdikdən sonra isə başlasın tamaşa ki, necə başlasın. Təsəvvür edin ki, birinci gedəcək sizin hormon sisteminizə çatacaq. Bunlar hormona bənzər maddələr olduğu üçün hormon sisteminə rahatlıqla daxil olurlar və insanlarda hormonal balansı pozurlar. Xüsusən də bunu cinsiyyət hormonlarında müşahidə edirik. Belə ki, qadınlarda menstrual siklin pozulması, kişilərdə isə sperm keyfiyyətinin və sayının azalması nəticələnir. Təbii ki, bununla bitmir. Daha sonra immun sistemə keçir. Təbii ki, bunlar yad maddələrdir. Bədən belə bir maddəyə alışmamışdır və bu mikroplastiklər gedir bizim immun sistemimizə çatır. İmmun sistem dəli olmağa başlayır sözün məcazi mənasında. Çünki heç vaxt tanış olmadığı cisimlər artıq bədənə daxil olub və bunlara qarşı mübarizə aparmalıdır. Amma təəssüf ki, biz mikroplastikləri uzun müddətdə zaman-zaman yavaş-yavaş bədənimizə yeritdiyimiz üçün, çünki geyimlərimiz artıq çoxu mikroplastikdən təşkil olunub və bunlar immun sistemin mübarizə aparmasına, yorulmasına gətirib çıxar. Həmçinin də autoimmun dediyimiz reaksiyaların, allergik reaksiyaların, yəni immun sistemin bədən özünə qarşı savaş açdığı durumların da get-gedə sayının artmasına səbəb olur. Daha sonra bizim beyin-qan bariyerimiz vardır. Yəni qanla beyin arasında bir bariyer vardır və bu bariyeri də həmin bu mikroplastik hissəciklər çox yaxşı keçdiyinə görə beynimizə də daxil olurlar. Nəticədə beynimizdə diqqət əksikliyi, fikir dağınıqlığı, daha sonra beyin strukturunun, daha doğrusu düşüncə fəaliyyətinin normal olmaması, düşüncələrdə dalğalanmalar, müxtəlif neyrodegenerativ risklər, yəni sinir sistemini sıradan çıxaran, sinir sisteminin toxumasını məhv edən proseslər ortaya çıxa bilər. Daha sonra və təbii ki, bir də baş ağrılarına da təbii ki, səbəb olur. Ağciyər sistemi, nəfəs yolu ilə də bu mikroplastiklər bizim ağciyərimizə gedir. Bədənin müxtəlif yerlərində allergik reaksiya yaratdığı kimi ağciyər və bronx sistemimizdə də allergik reaksiya yaradır və bu da yenə nəticədə asma xəstəliyinin, nəfəs darlığının artması ilə nəticələnir. Və bu mikroplastik hissəciklər qan vasitəsilə qaraciyərdə gedir, çatır. Qaraciyərində funksiyalarının pozulmasına səbəb olur. Qaraciyərdə də yenə başqa destruktiv proseslərin, yəni toxumanın funksiyasının get-gedə pozulub dağılması ilə nəticələnən proseslərin yaranmasına gətirib çıxarır. Gördüyümüz kimi bu müəyyən şirkətlərin bizə geri dönüşdürülmüş adı ilə satdığı
Bəlkə də kimlər üçünsə bu ideyanı kəşf edən insan üçün böyük bir belə deyək ki, alqışlanacaq, bəlkə də öz aləmində hərəkət, amma nəticə etibarilə böyük insanlığa böyük bir zərər vurulan bu mikroplastiklərdən, butulkalardan, geyim vasitələrinin insan həyatına daxil olmasıyla insanın hormonal sistemindən tutun da düşüncə qabiliyyətinə qədər hər bir yerdə bu mikroplastiklərin zərərlərini müşahidə edirik və bu gedişlə təəssüf ki, gələcəkdə bunlar da çox olacaq. Buna görə də hər kəs özcə ən azından sağlamlığını qorumaq naminə bacaraq ki, bu tip geyim vasitələrimizdə, geyimlərimizin üstünə, xüsusilə də alt geyimlərimizdə, bunlar çox önəmlidir. Və əslində hər bir geyimimizdə poliester, elastan, akril, naylon falan filan bu tip yazıları görürsünüzsə bunlardan, bu geyim vasitələrindən bacardıqca uzaq olun. Təbii yundan hazırlanmış, kətandan hazırlanmış, pambıqdan hazırlanmış geyim vasitələrinə üstünlük verin. Çünki bunlar bizim dərimizə, bədənimizə mikroplastiklərdən fərqli olaraq elə də böyük bir ziyan vermir.